Allahın bu nemət qapılarının ən genişliyi hansıdır? Kəsrətü dua. Amma duanı çox etmək. Bəzi vaxtları deyil, çox etmək. Ona görə, baxın, nə deyir? Alimlərin həyatını oxuyursan, salihlərin həyatını oxuyursan, Peyğəmbərimiz əhl-i beyt olsun, sahabilər olsun, nə deyir? Kənə kəsiri dua. Çox dua edən idi. Və o alimlərin də həyatda müvəffəq olma səbəbləri nə idi? Çox dua edən idi. Alimə həyatını oxuyursan, nə gözəl bir vəs. Kənə kəsiri dua. Çox dua edənlərdən idi. Yəni, nə üçün müvəffəq olublar? Çox dua edənlər üçün. Az deyil, çox dua edənlər üçün. Baxın, mə ləzimə dua əhədun. Kim duaya sarılarsa, müvəffəq olar. Mən ədmənə dua, yəni davamlı edərsə, məhrum olmaz. Kim Allaha yalvarışda ləzzət alarsa, heç zaman bədbəx olmaz. Ona görə də, yəni, duaya biz hər zaman belə yanaşmalıyıq.